Salam YouTube, mən Kamran Bəyəziz. Bu günləri Cıdır Düzün restoranında olacağıq. İnteryeri həm də ki çəkiliş haqqında məlumatlar verəcəm. Bu isə gördüyünüz bizim çəkilişimizdir. Səsin həmişəki kimi səsini alıram ki YouTube blokluyur və izləyək. Yenilənmiş Cıdır Düzü restoranına girən zaman bizi belə bir gözəl şəlalə qarşılayır. O qədər diqqətimi çəkdi ki şəlalə, hətta onun indi slow motion variantında da çəkmişəm. Görüntüsü olduqca möhtəşəmdir, qəşəngdir. Hal-hazırda Şadlıq Sarayının giriş hissəsini görürsünüz. Xüsusi zövqlə hazırlanıb bu restoran. Bu hissə artıq ikinci mərtəbədir. Qonaqlar burada istirahət edib toya giriş edirlər. Bu hissədə də təmir işləri gedib. Burada artıq biz restoranın furşetini göstəririk və olduqca geniş qonaq üçün yerlər ayrılıb. Təmirdən yeni çıxmış Cıdır Düzü restoranının Bəygənin o tərəfdən olan görüntülərini hal-hazırda izləyirsiniz. Bir çox dəyişikliklər eləyiblər, interyeri dəyişiblər və olduqca böyük yerə sahib bir Şadlıq Sarayıdır. Burada toylarınızı, nişanlarınızı keçirə bilərsiniz. Hal-hazırda masanı görürsünüz. Təbii ki də qiymətlər haqqında administratorun nömrəsi ilə əlaqə saxlayıb qiymətlər barəsində məlumat ala bilərsiniz. Amma onu deyim ki, yeməkləri çox qəşəngdir və yenidir. İndi biz Elnur və Zeynəb xanımın restorana girişini izləyəcəyik. Amma burada səsi kəsməyəcəm. Ümid edirəm ki, YouTube bu səsi bloklamaz. Baxaq. Sevgi dolu alqışlarınızla gecəmizin əsas ulduzları gəlir. Ən gürültülü, ən gözəl, davamlı alqışlarınızla Elnur bəy və Zeynəb xanımı qarşılayır əvəzsiz balcamı sədaları ilə dostlar. Bütün məclis iştirakçılarından, bütün qonaqlarımızdan Toya giriş hissəsidir bəynin gəlinin. Bunu çəkməsək olmazdı. Necə əlaqə saxlaya bilərsiniz? Suallarını alıram. Cıdır Düzü restoranının rəsmi Instagram səhifəsi var və oradan hal-hazırda ekranda görürsünüz. Oradan nömrələr ilə, administratorun nömrəsi ilə əlaqə saxlayıb qiymət barəsində məlumat ala bilərsiniz. İndi isə bəylə gəlinin ilk rəqsini müşahidə edirik. Burada da səsini alıram ki, YouTube bloklamasın. Deməli, hər tərəfdən sizin üçün çəkirəm ki, görəsiniz necə bir yekə yerə sahibdir. Burada artıq demək olar ki, qonaqlarınız əylənir. Bu da Cıdır Düzü restoranın müğənnisidir. Olduqca şən aparır. Özünüz də hal-hazırda görürsünüz. Geniş yerə sahibdir restoran. Rahat əylənə bilərsiniz. Bu görüntü artıq bəynin gəlinin tərəfdən çəkmişik ki, görüntünü sizə tam ətraflı verək. Buradan da yenə sağdan və soldan çəkmişik ki, siz daha çox görəsiniz. Geniş zala malikdir. Demək olar ki, bunu artıq bəynin gəlin tərəfdən çəkmişik. Burada yallı gedir. İndi sizə o biri tərəfdən də çəkib göstərəcəyik restoranın geniş olmasını. Müğənnimiz də çox qəşəng aparırdı. Yeməkləri də çox dadlı idi. Bunu xüsusi qeyd etmək istəyirdim. Və burada artıq bənd qrupu daxil olur, daha əyləndirir. Demək olar ki, çox qəşəng apardılar toyu, hər kəs yeyib, içib,
əylənirdi. Burada da işıqları sizə göstərirəm. Diskoteka vaxtı və artıq aş gəlib, süfrələrin şahı aş gəlibsə, demək ki, artıq yekunlaşmağa doğru gedir. Burada xüsusi rəqsləri ilə seçilib, aşı xüsusi təqdim edirlər. Aşı xüsusi olaraq təqdim eləyir restoranı. Qardaş, hara girirsən? Heç olmaz, onda mən keçirəm o bir tərəfə. O bir tərəfə keçirəm və buradan çəkirəm. Çəkiliş zamanı maraqlı bir söhbətə şahid oldum. Uşaq qışqırdı. Ağzından o püskürən əmi. Elə də qalıb yaddaşımızda. Ağzından o püskürən əmi gəlir və arxasında da aşı təqdim edirlər. Aşı təqdim edəndən sonra bir daha çıxışları olur. Belə gözəl toy məclisi oldu. Sizinlə bölüşdüm vlog olaraq. Əgər hər hansı bir toy, nişan, ad günü çəkilişiniz olsa, biz həm foto, həm video işlərini sizinlə, sizin çəkilişiniz, sizin şad günlərinizdə çəkib təhvil verə bilərik. Dostlar, bu qədər Elnur və Zeynəb xanımın toy çəkilişini etdik. Cıdır Düzü restoranında, həmçinin içini də göstərdim, interyerini də göstərdim. Çox qəşəng restorandır həqiqətən. Həmişə toylarda olasınız, özünüzə yaxşı baxın, hələlik.